uca və böyük millətimizə, tərəfli, qeyrətli millətçi hərəkətçilərə sevgi dolu salamlarımı və saygılarımı təqdim edirəm. Çalışacağım bugün Güney Azərbaycan Türk millətinin 2 il öncə böyük ulusal milli qiyamı ilə ilgili bəzi danışıqlarım olsun. Əzizlər, zamanımız qısa olacaq və mən çalışıram ki, yılcam olsun, xülasə olsun və bəzi mühüm mətləblərə işarə olunsun. Bilirsiniz, təqribən 1915'lərdən başladı. İran adlanan ölkədə və İran adlanan ölkənin qonşularında millətləşmə prosesi. Əlbəttə, bu ölkələrin sınırlarının cızılması və təyin olunmasından sonra idi. Məxsusən Orta Doğuda. Hər halda dünyada böyük qüddətlər və təyin edici rolu olan hakimiyyətlər və dövlətlər belə qərar vermişdilər ki, Farslara da bir coğrafya təyin olunsun və bir ölkə verilsin. Bunu dostlarımızın bir hissəsi bilirlər. Mən də bilirəm. Yəni mənim bildiyimi bilirlər. Bunlar çox həssas bir nöqtələrdir. Açmayacağım. Amma bu qədər işarə edeyim ki, İran adlanan ölkənin qonşularının rızayəti ilə və müvafiqəti ilə o coğrafya rəsmən İran olaraq qəbul olundu. Və İran olaraq Fars millətinin ölkəsi və toprağı və coğrafiyası kimi qəbul olundu. Bu çox mühüm bir nöqtədir. Buna diqqət edəsək, eləyə bildik çoxlu mətləbləri buradan alaq. Bu müvafiqət olunan sonra 1924'lerde Rızaxan Palani ya Rıza Palani ki sonra dəyişdilər, Rıza Pəhləvi oldular. Rızaxan Pəhləvi oldular. Bunlar rəsmi olaraq istartı vurdular. Nə üçün vurdular? Bir ölkə, bir millət və bir dil. Bu toprağın adı İran'dı. Burada yaşayan indi 70 milyondu. O zaman fərzi buyurun 6-7 milyon olmuş mesela. Onlar da Farslılar və əgər Farsla danışmırlar, Fars dilinə bənzər ləhcələrdə danışırlar. Yəni onların nəzəri buyurdu. Bu ləhcələrin birini seçməliyik. O da tarix Farsçanı seçib. Farsçanın talihi buymuş seçilsin. Sahələrə danışan dil, şey və ədəbiyyat dili olsun. Tamam mı? Bəs o birisi millətləri biz əritməliyik. Fars dil və ədəbiyyat və kültüründə. Bu 1924'lərdən rəsmən başlandı və milyardılar dolar nəinki elə 1924'də yavaş-yavaş, yəni organizasyon qurulduqca, organizasyon örgüt, hangi örgüt, hangi organizasyon, o biri millətləri əritmə, asimilə etmə, onları öz hüviyyətlərindən, geçmişlərindən, kimliklərindən, tarixlərindən, dillərindən, musiqilərindən, mədəniyyətlərindən uzaqlaşdıran bir organizasyon, yəni bu
Bunlar hamısı bilgidir də. Dil bilgidir insanın beynində. Kültür, müzik, hüviyyət, kimlik, tarix, bunlar bir millətin hafizəsidir. Yəni beynində olan hafizədir. Bunları silmək, uşatmaq və onun yerini fars dil və ədəbiyyatı ilə və onun kültür və mədəniyyəti ilə və fər'iyyat, bunlara bağlı olan mənəvi varlıqlar. Bunlarla doldurmaq lazım. Çoxlu insanlar Avropaya yollanıldı. Bunlar təhsil alıb döndü. Döktürlük, profesorluq aldılar. Və çoxlu insanlar o biri millətlərdən, o cümlə bir dönək Azərbaycan Türk millətindən. Onlar ki, boyun əymədilər bu əmirə, bu fərmana, bu istarta, bu böyük hücum və hərəkətə, yəni o biri millətləri əritmə, bir yana millət yaratma. O da Fars milləti. Onların bir iddəsi yox oldular, mədum oldular. Yəni aradan qaldırıldılar. Azaraq iddəsi çöktülər, yəni didərcin düşdülər və qaçdılar. Amma çoxları satıldılar. Məsələn, İran türklərindən və Azərbaycan türklərindən Doktor Məhmud Əfşar, Doktor İrəc Əfşar, Mühəndis Nasir Natiq, Əczərzili, Doktor Murtəzəvilər və bunlara tayları çoxdur. Bilirsiniz, Əhməd Kəsrəvilər. Əslən, İranda panfarsizmin, paniranizmin və panfarsizmin və İran millətlərini əritmə prosesinin beyinləri həm teorik olaraq, həm praktik Azərbaycan türkləri. Yəni, onda 8-i bunlardılar. Satın alınmış insanlar. Baxınız, adında da bəllidir. Afşar. Əlbəttə, bunların çoxu belə olurdular. Mən Tehranda gördüm. Bilirsiniz, məsələn, indi biz Mücahidlər Organization təşkilatı başında duran, məsələn, bu xanımın da Qəcər, onun Qacar kələməsi soyadında var. Səfəvilər, Qacarlar hamısı ərimişlər mühəndislər. Ondan gəlirlər, Tehranda idilər. Adları var, Səfəvi deyilən, Qəcərdir, Qacardır, nədir? Amma hamısı əriyirlər. Hər halda, bu başlandı. İranın tarixi yazılmaya başlandı. Təhrif olunmuş qondarma tarix. Hər hangi zamandan məsləhətli o zamandan başladılar. İranın 8000 il bundan öncəyə qayıdır tarixi. Dətlər elədilər 2500 il. Əxamənişlərlə, kuruşun, darişin iş üstünə gəlməsi ilə. Əşəyarın kimi. Bilirsiniz. Bu cümbəcün genişləndi. O qədər ki, mən ki, bilirsiniz, mənim lisansım fars dili və ədəbiyyatdır. Ondan sonra dilçilik, ümumi dilçiliyə idamə vermişəm. Təhsil almışım. Yəni, mənim o lisansım, doktoram dilçilikdir. Amma lisans dövründə, bilirsiniz, zəban və ədəbiyyat, dil və ədəbiyyat oxuyanda bütün tarix oxuyursunuz. Yəni, saraysız, sultansız, imperatorsuz, hakimiyyətsiz, dövlətsiz ədəbiyyat yoxdur ki, bütün 19-cu, yəni 20-ci əsrin əvvəllərinə qədər, hətta 20-ci əsrin demək olar ki, birinci yarısının sonlarına qədər özəlliklə 19-cu əsrə qədər və 20-ci əsrə qədər tüm